Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bugün izahda nə var? Ümumi şəkildə sınaqdır. Deməli müəllimlər, imtahana az bir müddət qalıb artıq. Demək olar ki, vaxtlar elan olunubdur. Hər kəsə uğurlar arzu edirəm. Və çalışdığım qədər tez-tez sınaq izahları yerləşdirəcəm. Təbii ki, linkləri ilə bərabər link işləyib sonradan izahı dinləyərsiniz. Gəlirik birinci suala baxırıq. Birinci sualda nə deyir? Deyir ki, konstruktiv yanaşmanı seç. Konstruktiv yanaşma necə yanaşmadır? Yəni, gələcəyə hesablanmış, insanı gələcəyə doğru inkişaf elətdirən yanaşmadır. İndi görək müəllim konstruktiv necə davrana bilər bu situasiyada. Şagird dərs zamanı tez-tez danışır və öyrənmə prosesini pozur. Müəllim bir neçə dəfə onunla bu barədə danışır, xəbərdarlıq edir, lakin o davranışlarını düzəltmir. Müəllim davranışı idarə etmək üçün qayda qoysa da, şagird yenə də qaydaya əməl eləmir. Və buna görə də nəticədə müəllim nə edir? Qaydaya əməl eləmədiyinə görə şagirdi cəzalandırır. Və bu səbəbdən də valideyn məktəbə müraciət edir və bildirir ki, müəllimdən şikayət edir. Görürsünüz müəllimlər necə sistemli əslində baş verən bir prosesdir. Valideynin məktəbə müraciətinin əsas səbəbi nədir? Şagirdin dərsi pozması, müəllimin bir neçə dəfə onu xəbərdarlıq etməsi, qaydaları xatırlatması, amma şagird qaydalara əməl eləmir, müəllim də cəzalandırır və bunun səbəbində valideyn məktəbə müraciət edir. Deməli, nə yaranıb orada? Xaos, gərginlik. Bu zaman müəllim necə davranar ki, bunun öhdəsindən gələ bilsin, bu məsələni konstruktiv şəkildə, yəni sakit, sülh və əmin-amanlıq şəklində həll eləyə bilsin. Bu vəziyyətdə müəllim valideynlə münasibəti gərginləşdirmədən problemi konstruktiv şəkildə həll etmək üçün hansı yanaşmanı seçməlidir? Deməli, baxırıq variantlara. Valideynlə görüşdə qaydaların hamı üçün eyni olduğunu vurğulayıb, şagirdin intizam pozuntularını əsaslandırmaq və bu tətbiq olunan cəzanın zəruri olduğunu izah etməklə qərarın dəyişməyəcəyini bildirmək. Bu konstruktiv olarmı? Xeyr. Bu zaman müəllimin gərginliyi onsuz da bu cümlədən bilinir. Buna qarşılıq olaraq təbii ki, valideyn də aqressiya nümayiş elətdirəcək. Bu konstruktiv bir yanaşmadırmı? Xeyr. A-nı götürə bilməli. Şagirdin davranışlarını daha detallı şəkildə sənədləşdirib valideynə təqdim etmək və məsuliyyətin əsasən ailə nəzarəti ilə bağlı olduğunu formada vurğulamaq. Yəni, bu nə deməkdir? Müəllim bütün baş verən prosesi ailədən gəldiyini valideynə deyir. Valideyn də təbii ki, bu vəziyyətdə daha da gərginləşəcək və müəllimə qarşı mənfi bir mövqedə yanaşacaq ki, yəni siz demək istəyirsiniz ki, bu boş adam xətasını xatırladır. Mən övladıma yaxşı tərbiyə verməmişəm, gəlib bu məqama çatıbdır. Bu konstruktiv həllidirmi? Məsələnin əlbəttə ki, xeyr. Münaqişənin böyüməməsi üçün cəzanı yumuşaltmaq və valideynə kompromis olaraq gələcəkdə daha sərt tədbirlər əl atmayacağını bildirmək. Yəni, bu deməkdir ki, münaqişə böyüməsin deyə mən uşağın cəzasını yüngül eləyirəm və valideynə də deyirəm ki, narahat olmayın, bir də belə hal baş versə, mən cəzaya əl atmayacağım. Yəni, uşaq istəyir, nə istəyir eləsin də, problem deyil. Tək ki, siz məndən şikayət eləməyəsiniz. Bu düzgün yanaşmadım, əlbəttə xeyr. Məktəb rəhbərliyinin iştirakı ilə rəsmi görüş təşkil edib, vəziyyətin necə bu hala gəldiyi barədə, həmçinin qaydaların pozulması nəticələri barədə valideyni məlumatlandırmaq və məktəbin mövqeyini müdafiə etmək. Əvvəla, sinifdə baş verən xırda bir problemi niyə məktəb rəhbərliyi həll eləməlidir? Bu bir. Üstəlik də rəsmi şəkildə. Həmçinin valideynə belə deyək də, bildirirsən, yenə də burada müəllim artıq sinifin idarə etməsində nə qədər zəif olduğunu göstəricisidir. Sənin sinifin idarə olması niyə məktəb rəhbərliyi, niyə valideyn həll eləməlidir və bu həll zamanı sən məktəbin mövqeyini müdafiə edirsənsə, təbii ki, valideyn də özünü müdafiə edəcək. Bu məsələnin həll yolunu xeyr əlbəttə ki. Gəlin C variantına baxaq. Şagirdin davranışlarını daha detallı şəkildə sənədləşdirib valideynə təqdim etmək, yox, daha doğrusu B variantını. Valideynin narahatlığını dinləyərək empatiya göstərmək, hadisənin faktlara əsasən izah etmək, şagirdin davranış səbəblərini bircə araşdırmağı və ev-məktəb əməkdaşlığı çərçivəsində ortaq davranış planı hazırlamağı təklif etmək. Bu, əlbəttə ki, düzgün bir addımdır. Valideyn gəlibsə, müəllimlər, əgər belə deyək də, biz bunu eləmişiksə, tutaq ki, valideyn də gəlibsə,
Biz həmin valideyni ilk öncə sakitçiliklə qəbul etməliyik. Hər nə qədər ki, valideyn əsəbi olarsa, belə deyək də, Ulu öndərimiz Heydər Əliyev elə belə deməmişdir ki, ən çətin peşə, ən məsuliyyətli, ən şərəfli peşə müəllim peşəsidir. Təbii ki, həmin anda bizim də əsəblərimiz yerində olmaya bilər, amma biz nə edirik? Mədəni davranış nümayiş etdirərək valideyni sakitcə dinləyirik. Səbəb nə olur olsun, əvvəlcə onu sakitləşdiririk. Çünki sakitçilik olmayan bir yerdə problem həll oluna bilməz. İndi mən qışqırım, belə deyim, valideyn qışqırsın. Orada nə vəziyyət yarana bilər? Təbii ki, bu nə müəllimə yaraşan bir xüsusiyyət deyil, nə məktəb mühitinə yaraşan bir xüsusiyyət deyil. İlk öncə valideyni sakitləşdirmək lazımdır. Yavaş-yavaş, sakit şəkildə davranışının səbəblərini bir yerdə araşdıra bilərik ki, niyə şagird məsələn bu cür aqressiya nümayiş etdirir, bunun səbəbi nə ola bilər və əl-ələ verək bu problemi aradan qaldıraq. Bu da təbii ki, ən düzgün yol ola bilər. Ona görə bu variantların içərisində ən düzgün variantımız müəllimlər B variantıdır. Doğru olanı seçin, doğruları seçək. Hə, müəllimlər, baxaq görək. Müəllim yeni mövzunu izah eləyəndən sonra şagirdlərə fərdi şəkildə icra eləyə biləcəkləri tapşırıqlar verir. Mövzu izah olunur, hər kəsin bir tapşırığı var, fərdi şəkildə. Tapşırıq zamanı bəzi şagirdlərin mövzunu tam anlamadığı müşahidə olunsa da, müəllim dərsin planından kənara çıxmamaq üçün müdaxilə eləmir və tapşırığın sonunda ümumi nəticələri yoxlayacağını bildirir. Deməli, müəllim izah eləyib, amma yoxlamayıb ki, şagird nə dərəcədə mövzunu anlayıb. Yoxlamamaq ilə bərabər üstəlik də fərdi tapşırıq verib ki, nə olur olsun bunu eləyəcəksiniz və sonunda da ümumi sizin nəticələrinizi yoxlayacağım. Hətta planlaşdırmasından da kənara çıxmaq istəmir. Bir növ ənənəvi yanaşma görürük burada. Doğru fikirlərdir ki, bizdən seçmək lazımdır. Baxaq görə doğru fikirlərimiz hansılardır, müəllimlər. Deməli, birinci sual niyə variant yoxdur? Çünki testi birləşdirmişəm ki, tam görə biləsiniz. İkinci, baxırıq, müəllim dərs planına sadiq qalmaqla təlimin ardıcıllığını və məqsəd yönlülüyünü təmin etdiyi üçün adaptiv yanaşmanı effektiv şəkildə tətbiq etmir. Adaptiv yanaşma bilirsiniz nədir müəllimlər? Yəni, müəllimin sinifdə peşəkar yanaşmasıdır. Burada peşəkarlıq görürükmü? Bir, peşəkarlıq yoxdur. İki də ki, müəllim dərs planına sadiq qalır, ardıcıllığı təmin edir. Müəllim dərs planına sadiq qalmalıdırmı? Əgər orada inkişaf yoxdursa, müəllim dərs planına çevik dəyişiklik eləməlidir. Yəni, bir sabit olan bir şeydə inkişaf yoxdur. Mən onu həmişə sizə demişəm ki, sabitlik, ümumi yanaşma, ümumi nəticələrin yoxlanması bu səhv bir şeydir. Müəllim nə etməlidir? Diferensial yanaşmalıdır, baxmalıdır uşaq mövzu nə dərəcədə anlayıbdır. Əvvəl onu yoxlayın. Refleksiya aparmaqla məsələn mən onu yoxlaya bilərdim. Daha sonra gördüm ki, artıq istədiyimi ala bilmişəm. Ondan sonra tətbiqə yer verərdim ki, daha da möhkəmləndirim. Amma burada müəllim deyir ki, planlaşdırmasına dəyişiklikləmir ki, ardıcıllıq. Mənə ardıcıllıq lazım deyil. Mənə sinifdə öyrənmə mühiti lazımdır. 2 düzdürmü? Xeyr. 2-lər hansı variantda var? D-yi avtomatik getdi, imtahanda da belə eləyin. Tez-tez çıxın ki, cavabı tez tapa biləsiniz. Tapşırıq zamanı müşahidə olan çətinliklərə operativ müdaxilə edilməməsi, formativ qiymətləndirmə imkanlarının tam istifadə olunmamasına işarə edir. Yəni, əgər çətinlik varsa, müəllim ona müdaxilə eləməlidir, eləməyib, bəli. Bu düzgün fikirdir. Çünki edilsəydi, formativ qiymətləndirmənin belə deyək də, istifadə imkanları tam orada istifadə olunardı və bu problem aradan qalxardı. Ona görə də 3 düzgün fikirdir. Müəllim tapşırığın sonunda ümumi yoxlama aparmaqla fərdi öyrənmə ehtiyaclarını eyni səviyyədə qiymətləndirə və boşluqları kompensasiya edə bilər. Əvvəla, fərdi öyrənmə ehtiyaclarını biz eyni səviyyədə necə yoxlayırıq? Fərdi öyrənmə deyirsə, yəni hər kəsə ayrı-ayrıdır. Bu eyni yox, müxtəlif söz olmalıdır. Mən hər kəsə eyni yanaşıramsa, bu fərdi yanaşma deyil, ümumi yanaşmadır. Ona görə 4 düzgün fikirdirmi? Xeyr. 4-ü silirik. Deməli, B getdi, C getdi, D getmişdi. Zaten yerdə qaldı A variantı. İndi 5-ə baxırıq, amma seçirik A-nı, amma niyə 5? Onu da əsaslandırmaq lazımdır. Müəllimin yanaşması şagirdlərin müstəqil işləməsinə şərait yaratsa da, öyrənmə boşluqlarının aradan qaldırılmasına xidmət eləmir. Bəli, fərdi tapşırıq verib. Sağ olsun, diferensial yanaşıb. Amma şagird o tapşırıq eləyə biləcəkmi? Onun öhdəsindən gələ biləcəkmi? Bunu maraqlanmır. Yəni, aradan qaldırması üçün heç bir şey eləmir. Əksinə deyir ki, elə planlaşdırmama sadiq qalım. Adı olsun ki, dərsim yolunda getdi, planlaşdırmama uyğun getdi. Amma uşaq öyrəndi mi, anladı mı? Bu yoxdur. Ona görə də uşaq tapşırığın öhdəsindən gələ bilmir. Mənə nəticəyə uşağın öyrənməsi daha çox lazımdır. Ona görə də cavab 3-5 A variantıdır.
Uyğunluğu müəyyən edin. Uyğunluq deyirsə nə edirdik müəllimlər? Əlbəttə düz deyirsiniz. Doğrudan doğru, yanlışdan yanlış seçirik. Bəzən heç doğru yoxdursa yanlışdan götürürük. Məsələn 1, 2, 3, 4 hamısı yanlışdırsa 3, 4 götürürük. Çünki yanlışdan yanlış götürməliyik. Və yaxud da hamısı doğrudursa 1, 2-ni götürürük. Bunları artıq bilirsiniz. Baxırıq. Məktəbdə oxu marağının azalması problemi təhlil olunur. Şagirdlər əvvəlcə səbəbləri araşdırır. Şagirdlərin maraq dairəsinə uyğun kitab siyahısı hazırlanır. Aylıq müzakirə klubu təklif olunur. Təkliflərin necə işlənəcəyi və hansı nəticə verəcəyi əsaslandırılır produktiv təfəkkür. Deməli, düzgün fikirdirmi? Ona birinci növbədə baxırıq. Bəli, düzgün fikirdir. Çünki deməli, produktiv o deməkdir ki, müəllimlər, sondakı bizim nəticəmiz məhsuldar olsun. Produkt, yəni kimi yadınızda saxlayın. Əgər belə deyək ki, çevik davranmaq zorundayıqsa, problem yaranır. Məsələn, tutaq ki, video çarx göstərməliyik uşağa, amma işıqlar söndü, Wi-Fi getdi. Tez başqa AB planına yol əl atırıqsa, bu pratik təfəkkürdür. Amma produktiv təfəkkürdə nə edirəm? Etap-etap, elə bir ki, o təfəkkürü işləyirəm, o belə deyək də, problemin həll yolunu işləyirəm və sonda da əsaslı bir nəticəyə nail oluram. Bax, görürsünüz nə edir? Deyir ki, şagirdin marağı azalıb. Nə edirəm? Əvvəlcə birinci növbədə şagirdin marağının səbəbini araşdırıram ki, niyə azalıb? Sonra o azalmanın səbəbi olaraq görürəm ki, uşaqların marağına cavab olan, məsələn, oxuma vasitəsi yox imiş. Onu əvvəla formalaşdırıram ikinci addım kimi. Sonradan oxusunun daha geniş arenası olsun deyə, daha çox kitab oxusun deyə kitab klubu yaradıram. Onların oxumaq marağına uyğun və getdikcə həmin kitabı da maraqla oxuyan uşaq təbii ki, onu müzakirə eləmək istəyəcək. Həmin müzakirə üçün də əlavə vaxtlar təyin edirəm və bu produktiv təfəkkürdürmü? Bəli. Yəni sonda artıq istədiyimə nail oluram. Özdə belə deyək də uzun zamanım da getsə, amma əsaslı bir məhsulum əldə olunur. Bu düzdür. Eyni bir mövzu bir dərsdə müəllimin izahı ilə, digər dərsdə isə problem üzərində şagird işi ilə tədris olunur. Birində müəllim izah edir, birində real problem üzərində olur. Hər iki yanaşmanı müqayisə edin və hansı şəraitdə hansının daha effektiv olduğunu əsaslandırın analitik təfəkkür. Müəllimlər, analitik təfəkkür hansı təfəkkürdür? Analiz aparmaqdır, oxşarlıqların tapılmasıdır, müqayisə edilməsidir. Yəni, analitik analiz sözündəndir də. Bu da düzgündür də. Yəni, bir müəllim yanaşması var burada, bir şagird yanaşması var. Yəni, müəllim yönümlü, şagird yönümlü. Deyir ki, onları analiz edin, hansının hansı mühitdə daha keçərli olduğunu. İndi həmişə müəllim real problem üzərində eləmir ki, bəzən müəllimin izahı da lazımdır. Hətta kurikulum deyirdi ki, 2 cür yanaşma var, müəllim yönümlü, şagird yönümlü. Yaxşı olar ki, hər ikisinin qarşılıqlı tətbiqi də həyata keçirilə bilər. Yəni, bu səhv fikir deyil. Belə deyim də, bütöv dərs müəllimin səlahiyyətində olması demək deyil. Amma müəllimin də orada müəyyən bir istiqaməti olmalıdır. Elə dərs var ki, tam olaraq şagirdin üzərində deyil. Ümumiyyətlə, heç bir dərs şagirdin üzərində deyil. Orada müəllimin dəstəyi mütləq şəkildə olmalıdır. Burada deyir ki, araşdır. Hansı mühitdə keçərli olduğuna fikrini əsaslandır. Bu da düzgün fikirdir, analitikdir. Analitik analiz kimi yadınıza saxlasaz tapasınız. Produktivi sonda məhsul əldə etmək. O demək deyil, nəyisə düzəldib orta. O məhsul yox, yaradıcı bir təfəkkürdən doğan bir məhsul da ola bilər. Yəni, problemi həll edib, sonda problemin həllinin olunmasının yolunu bilmək. Bu da produktiv təfəkkürdür. Şagird sinifdə proyektor işləmədiyini görür və dərsin dayanmasını gözləmək əvəzinə lövhədən və dərslikdən istifadə etməyi təklif edir ki, dərs davam etsin. Yəni, çevik davranır. Çevik davranmaq produktiv təfəkkürdürmü? Bəli. Çünki şagird artıq, məsələn, deyir ki, əlimizin altında nə varsa ondan istifadə edək, dərs dayanmasın, həm də işimiz yolunda geçsin. Çevik davranmaq praktikdir. Bunu necə yadınıza saxlayaq? Yəni, bir insanın praktik təfəkkürünün olması üçün elə bir hallarla çox qarşılaşması lazımdır. Yəni, o cür situasiyalara düşüb, oradan çıxış yolu tapan insanda praktik olmalı. Yəni, orada bu məsələ ilə bağlı onun praktikası var. O mənada da praktik təfəkkür. Qısa zaman ərzində çevik davranıb problemi həll etmək. Produktiv, amma uzun zaman ərzində davranıb problemi sistemli araşdırıb, ardıcıllıqla. Yəni, biri var, biri rahat insanların, bir də var ki, diribaş insanların. Diribaş
tez bazar belə deyək də, öhdəsindən gəlirsənsə praktikdir. Yox, aram-aram onu sistemli şəkildə araşdırırsan. Bunu belə eləmir. Niyə səbəbi budur? Səbəbini tapırsan, bu səbəbə uyğun həll yolu tapırsan. Belə-belə axırda da o məsələni sistemli şəkildə həll edirsənsə, produktiv təfəkkürdür. Bu da düzdür. Demək, belə baxıram ki, hamısı düzdürsə elə A olacaq, 1-2, amma 4-ə də baxırıq. Şagird müşahidə edir ki, mis, dəmir və alüminium qızdırıldıqda genişlənir. Bu konkret faktlara əsaslanaraq nəticə çıxarır ki, metallar qızdırıldıqda genişlənir induktiv düşünmə. Yəni şagird əgər bunu əvvəldən bilsəydi, deduktiv düşünmə olardı ki, bütün metallar qızdırıldıqda genişlənir. Amma baxır ki, alüminium genişlənir, mis, dəmir genişlənir. Yəni nümunələrdən qaydaya gəlir. Deyirsən, demə, əgər alüminium genişlənirsə, mis genişlənirsə, sonra dəmir genişlənirsə, deməli bütün metallar qızdırıldıqda genişlənir. Amma bunu sonradan bu fikrə gəlir. Əvvəldən bu fikirdə olmur deyə, bəli, bu induktiv düşüncədir. Cavab olacaq 1-2 A variantı. 4-ə baxırıq. Hansı müşahidə daha əsaslı hesab oluna bilər? Əsaslı yox, daha əsaslı mənlə. İmtahanda da belə olacaq. Yəni uyğun cavablar olacaq, amma ən uyğununu seçmək zorundayıqsa, bu da müəllimdə oxuyub anlamanı soruşur, dərinləşdirir. Bunu mütləq şəkildə mən hər izahımda deyirəm ki, oxuyub anlama testləri düşəcək, nəticə çıxarmaq, əsaslandırmaq, problem həll etmək, qərar qəbul etmək kimi bacarıqları sizin yoxlayacaqlar. Sonra bu miqdə də belə olub, bu il sertifikasiyada da gözlənilir, diqqətli olun və miqdar olacaq. Yaxşı, deməli 4-cü sualda bizdən 4-də eləmə, nə soruşur? Deyir ki, müəllim bir mövzunu tədris edərkən dərsi müxtəlif fəaliyyətlər üzərində qurur. Şagirdlər mövzunu yazılı şəkildə istifadə edir. Bəziləri vizual təqdim edir. Digərləri isə mövzunu gündəlik həyatla əlaqələndirir. Deməli görürük ki, burada diferensial yanaşma var. Çünki hərə öz maraqlarına uyğun deyək ki, davranır. Dərs zamanı müəllim şagirdlərin yönəldici suallar və qeydlərlə dəstək olur. Müəllim də təbii ki, bu diferensialını təmin etmiş olur. Müəllimin bu yanaşmasının şagirdlərin öyrənmə nəticələrinin təhsillə bağlı müşahidə daha əsaslı hesab oluna bilər. Demək, bizdən daha əsaslı müşahidəni soruşur. Deməli, nə görürük dərsdə? Görürük ki, müəllim prosesi, diferensialın proses komponentini təmin etmiş olur. Çünki fəaliyyətini müxtəlif proseslər üzərində qurur. Yəni, həm vizual göstərir, həm audio elətdirir, həm izah edir və s. Şagirdlər də yazılı şəkildə fikirlərini ifadə edirlər. Yəni, proses də diferensial qurulub, nəticə də diferensial qurulub. Proses kimin çiyinin üzərinədir? Müəllimin. Çünki prosesi aparan müəllimdir. Nəticə kimin çiyinləri üzərinədir? Şagirdin. Çünki təqdim edən şagirddir. Deməli, hər iki halda diferensiallıq təmin olunub. Bu iki situasiyada, yəni bu iki fəaliyyətə əsasən, görək ki, müəllim daha əsaslı nəyi eləyibdir? Deməli, A-da deyir ki, şagirdlər tapşırıqları fərqli formalarda yerinə yetirdikləri üçün mövzunu qısa müddət ərzində daha asan xatırlayır və bu yanaşma onların müstəqil tətbiq bacarıqlarına ciddi təsir göstərmir. Əvvəla burada 2 dənə səhv var. Nədir? Deyir ki, mövzunu qısa müddət ərzində daha asan xatırlayır. Bizə xatırlamaq yox. Biz gördük ki, situasiyadan müəllim neynir? Diferensial yanaşır, şagird də diferensial qaytarır. Yəni, burada xatırlamır. Şagird əməlli başlı tətbiq elətdirir. Biri vizual təqdim edir, digəri gündəlik həyatla əlaqələndirir. Burada xatırlamağa ehtiyac yoxdur. İkinci səhv bilirsiniz nədir? Deyir, müstəqil tətbiq bacarıqlarına ciddi təsir göstərmir. Amma biz situasiyadan görürük ki, şagirdlərin hər biri müstəqil şəkildə təqdim edirlər. Necə göstərmir? Əlbəttə ki, göstərir. A düzgün deyil. Sonra baxırıq C-yə. Şagirdlər müxtəlif fəaliyyətlərə cəlb olunduqları üçün dərsə maraq artır. Öyrənmə əsasən müəllimin verdiyi istiqamət çərçivəsinə baş tutur. Birinci cümlə düzdür. Müxtəlif fəaliyyətlərə cəlb olunduq, dərsə maraq artır. Tələskən müəllim, səbirsiz müəllim birinci cümləni oxuyan kimi tez gedir cavabı C-ni nişanlayır. İkinci cümləyə baxmır. Bu da onun cavabı düz analiz edib səhv cavab tapmasına gətirib çıxardı və imtahana bir balının əskilməsinə gətirib çıxardı. Bilirsiniz ki, imtahanda bir bal da çox böyükdür. Ona görə səbirlə bir cümləni axıra kimi oxumalıyıq imtahanda müəllimlər. Öyrənmə əsasən müəllimin verdiyi istiqamət çərçivəsində deyil. Müəllim demir ki, uşaqlar bir yolla mənə təqdim eləyəcəksiniz. Şagird özü biri gündəlik həyatla əlaqələndirir, digəri şifahi şəkildə təqdim edir, digəri vizual təqdim edir. Yəni, buradan görürük ki, artıq şagirdlərin
təqdim etməsi müəllimin səlahiyyətindən çıxıb, şagirdin özünün çiyinləri üzərindədir. Bu C variantı uyğun olmaz. D-də deyir ki, şagirdlər mərhələli dəstək sayəsində tapşırıqları yerinə yetirir. Dəstək azaldıqsa isə eyni səviyyədə nəticə göstərmədə çətinlik çəkirlər. Əvvəla müəllim əvvəldən axıra kimi şagirdi dəstəkləmir, fikir verirsinizsə. Prosesi təqdim eləyənə qədər dəstəkləyir. Orada dəstəyini kəsir. Yəni, ora kimi öyrətdi. Ondan sonra qaytaran kimdir? Şagirddir. Bəyəm orada müəllimin dəstəyini görür kimi? Xeyr. Şagird özünə uyğun şəkildə müəllimə o dərsi qaytarır. Ona görə deyə düzgün olardı mı? Xeyr. Şagirdlər fərqli yanaşmalarla işlədikcə mövzu ilə bağlı fikir mübadiləsi genişlənir və bu biliklərin yeni situasiyalar tətbiqinə birbaşa təsir etmir. Şagirdlər fərqli yanaşmalarda işlədikcə mövzu ilə bağlı fikir mübadiləsi genişlənir. Tamam, bunu düz götürə bilərik. Amma biliklərin yeni situasiyalar tətbiqinə birbaşa təsir etmir, edir. Çünki hər kəs tətbiqdə özünə uyğun, bacardığı şəkildə təqdim edir də. Necə təsirlənmir? Eləyir də. Ona görə Y variantı səhvdir. Gəlirik, hara çıxırıq? Çıxırıq təbii ki, B variantına. Şagirdlər mövzuya öz bacarıqlarına uyğun yanaşır. Bəli. Zamanla müəllimin istiqamətinə daha az ehtiyac duyur. Bəli. Öyrəndiklərini yeni tapşırıqları tətbiq etməyə başlayırlar. Çünki sonda görür ki, müəllim prosesə qədər gedir, nəticəyə qədər getmir. Nəticəni şagird qaytar. Deməli, getdikcə müəllimin istiqaməti azalır və şagird özü qaytarmağa başlayır müəllimə öyrəndiyini. Bəli, bu nəticədə şagirdə aid olduğuna görə düzgün cavab B variantıdır. 5-ə baxırıq. Deməli, müəllimlər, müəllim yeni mövzunu təqdim edərkən əsas anlayışı lövhənin mərkəzində qeyd edir və şagirdlərdən bu anlayışla bağlı bilikləri bölüşdürməyə xahiş edir. Səsləndirilən fikirlər anlayışın ətrafında yazılır. Oxşar ideyalar əlaqələndirilir və dərs irəlilədikcə yeni anlayışlar əlavə olunaraq ümumi struktur genişləndirilir. Fikir verirsə, bu situasiyanın içərisində sizə nə isə bir şey xatırladır. Əminəm ki, çoxunuz bunu xatırladınız. Müəllim əgər bir dairə çəkirsə, ortada bir anlayış qeyd edilib, digərlərindən, qıraqlarından həmin anlayışa uyğun oxşar fikirlər yazmağı tapşırsa, bu anlayışın çıxarılması təlim üsuludur. Müəllim belə görünür ki, bütöv dərsi anlayışın çıxarılması təlim üsulu üzərində işləyir və çox da gözəl işləyir. Səsləndirilən fikirləri onun ətrafında yazır, oxşar ideyaları əlaqələndirir, bir növdə Venn diaqramına da gedir hardasa və dərs irəlilədikcə yeni anlayışlar əlavə olunur. Yəni, yeni biliklərlə əvvəlki bilikləri də əlaqələndirir. Yəni, şagirdin əvvəlki öyrəndiklərini yazır, yeni əlavə olunanı ondan sonrasına yazır. Deməli, müəllim tətbiq etdiyi bu fəaliyyətin şagirdlərin idrak və öyrənmə prosesinə təsirlə bağlı üstünlüyünü müəyyən edir. Deməli, A-da deyir ki, şagirdlər yaradıcı təfəkkür bacarıqları. Müəllimə, burada yaradıcı təfəkkür yoxdur axı. Nəyəsə yaratmır ki şagird. Şagird anladığını göstərir. Anladığını göstərməkdə yaradıcı deyil, məntiqi təfəkkürdür. Ona görə A-nı götürə bilmirik. Şagirdlərin ünsiyyət və təqdimat bacarıqları güclənir və onlar fikirlərini daha sərbəst ifadə etməyə başlayırlar. Müəllimlər, burada fikir verirsinizsə, şagird deyir, müəllim yazır. Şagird gəlib onu təqdim eləmir. Ona görə də C variantı düzgün olmaz. Şagirdlər mövzu ilə bağlı təqdimat aparmaq və əlavə mənbələrdən istifadə etmək bacarığını qazanırlar. Burada nə təqdimat yoxdur, nə araşdırma yoxdur, nə də müxtəlif mənbə yoxdur. Var, deyir ki, müəllim uşaqları başqa mənbələrə yönəldir. Xeyr. Sadəcə, şagirdlər öyrəndikcə müəllim sual cavab edir və yeni anlayışları lövhədə yazır. Həm əvvəlkiləri, həm sonrakıları. Y-də də deyir ki, şagirdlər qrup şəklində işləmə və əməkdaşlıq bacarığını daha da inkişaf etdirlər. Burada əvvəla müəllim bütün sinifə müraciət edir. Qrup işi yoxdur, kollektivlə işdir. İkincisi də ki, burada uşaqlar əməkdaşlıq eləmirlər. Müəllimə deyirlər, yəni bir-birindən o münasibəti qurmurlar, özləri oturub cütlərlə, qruplarla iş görmürlər. Yəni, müəllimin sualı əsasında onların öz fikirlərini müəllimə bildirirlər. Y də düzgün deyil. Nə olacaq burada? B-yə baxırıq. Şagirdlər əvvəlki biliklərini aktivləşdirir. Çünki müəllim əvvəllə olan dərsi keçməmişdən qabaq da təqdim anlayışının çıxarılmasını yazır, sual edir. Daha sonra da onlarda məntiqi təfəkkür daha da inkişaf eləmiş olur. Bəli. Çünki anlama dərəcəsini oxlayan məntiqi təfəkkür nə yaradıcı deyil, nə tənqidi deyil və əvvəlki dərsin əlaqələndirmə olduğuna görə ən uyğun cavab B variantıdır. 6-cı suala baxırıq. Bizə nə istəyir? Uyğunluğu istəyir. Müəllim dərs zamanı müşahidə edir ki, bəzi şagirdlər mövzunu tez qavrayır, dərhal cavab verir. Digərləri isə daha sakitdir və əvvəlcə düşünməyə ehtiyac duyur. O, bunu şagirdlər arasında səviyyə fərqi kimi qiymətləndirmir. Yəni, demir ki, bu uşağın tez cavab verirsə, bu uşaq əlaçıdır, digər uşaq cavab vermirsə, bu uşaq zəif. Yəni, səviyyə görə fərqləndirmir, səviyyə fərqi qoymur uşaqlar arasında. Sağ olsun müəllimə, düzgün yanaşmadır. Buna görə də
Dərsdə həm düşünmək üçün fasilə yaradır, həm də tapşırıqları fərqli formada təqdim etmək imkanı verir ki, hər şagird mövzunu öyrənə bilsin. Yəni demir ki, əgər tez cavab veribsə, bunun qavrama səviyyəsi yüksəkdir, gec cavab veribsə, bunun qavrama səviyyəsi aşağıdır. Yox, hamısına şərait yaradır ki, ola bilər ki, şagird introvert şəxsiyyət tipinə malikdir. Biraz çox zaman lazımdır ki, onu analiz eləsin də. Ona görə də onu nəzərə alır. Yəni intellekt tiplərini nəzərə alır, öyrənmə səviyyələrini nəzərə alır, qavrama səviyyələrini nəzərə alır, öyrənmə tərzlərinə hörmət eləyir və müəllim nə edir? İmkan yaradır ki, hər kəs mövzunu öyrənə bilsin. Müəllim necə müəllimdir? Peşəkar və işini görən müəllimdir. Bu situasiya ilə uyğunluq təşkillərini bizdən soruşur müəllimlər. Görə uyğunluq təşkil edən hansıdır? Müəllim dərsin sonunda əlavə məşğələlər planlaşdırır ki, mövzunu daha gec qavrayan şagirdlər faydalansınlar. Biz görürük ki, bu dərsin sonuna qalmır artıq. Müəllim dərsin içində bu fəaliyyəti yerinə yetirməyə çalışır. Ona görə A variantı düzgün deyil. Bizdən düz olanı soruşur, uyğun təşkil edəni soruşur. Sonra B variantında deyir ki, müəllim tapşırıqları mərhələlərə bölür və şagirdləri addım-addım yönəldərək tədricən daha mürəkkəb fəaliyyətlərə keçir. Belə bir fəaliyyət gördükmü? Müəllimin tapşırıqları addım-addım atdığını gördükmü? Xeyr. Müəllim nə edir? Müəllim həm düşünmək üçün fasilə yaradır, həm onların işləməsi üçün fasilə yaradır, həm fərqli formada təqdim etməsi. Yəni müəllim addım-addım burada heç bir fəaliyyəti yoxdur. Müəllim dərsdə emosional rahatlığı ön planda saxlayır. Şagirdlərin öz hisslərinin planlaşmasına və bir-birini dinləməsinə şərait yaradır. Deyək ki, emosional rahatlıq var. Amma şagirdlərin öz hisslərini paylaşmasını görürükmü? Bir-birini dinləməsini görürükmü? Situasiyada onu görmürük yaxı müəllimlər. Bizdən situasiyada olanı soruşur. Müəllim dərsin tempini sinifin ümumi səviyyəsinə uyğun tənzimləmir. Ümumi səviyyəsinə uyğun tənzimləmir. Çünki ümumi səviyyəsinə uyğun tənzimləsəydi, ümumi tapşırıq verərdi və sondan bayaqki o test var idi. Deyir ki, ümumi nəticəyə baxacaq. Belə bir şey baxmır. Və ona görə də indi gəlin niyə C variantıdır ona baxaq. Müəllim bölmə əvvəlində diaqnostik qiymətləndirmə edir və şagirdlərin nəticələrinə uyğun bölmə ərzində keçiriləcək dərsləri planlaşdırır. Deyəcəksiniz ki, ay müəllim, bu niyə uyğun gəlir ki, bu situasiyaya? Müəllimlər fikir verirsinizsə, müəllim şagirdini tanıyır. Müəllim şagirdi nə zaman tanıyır? Nə zaman onu diferensial yanaşır? Biz deyirik ki, diferensiala addım birbaşa keçid deyil də, diferensiala birbaşa keçid olmur. Çünki mən sinifə təzə girən müəlliməm, mənə bu sinif verilib. Mən hardan bilim ki, şagirdin hansının hansı xüsusiyyəti var, davranışı necədir, ailə vəziyyəti necədir, psixoloji durumu necədir, qavrama səviyyəsi necədir, öyrənmə tərzi, şəxsiyyət tipi və s. Mən bunu necə bilə bilərəm? Təbii ki, birinci növbədə mən o uşağı tanımalıyam. Bəs bunu necə tanıyım? Diaqnostik qiymətləndirmə keçirdirəm. Deməli, müəllim əvvəlcədən diaqnostik qiymətləndirmə keçirdib ki, şagirdini tanıyıb və çox rahat şəkildə bilir ki, hansı uşağın hansı potensialı var, hansı uşaq tez cavab verə bilir, hansı uşaq gec cavab verə bilir. Uşaqlarını tanıdığına görə o uşaqlarına onların özü kimi yanaşır. Yəni bilir ki, bu uşağın xüsusiyyəti budur, bu tez cavab verə bilmir. Bu uşaq qavrasa da tez ünsiyyətə girə bilmir. Müəllim nə edir? Uşaqları tanıdığına görə rahat şəkildə onlar üçün öyrənmə mühiti yaradır. Bunu da biz hardan bilə bilərik? Müəllim uşağı necə tanıya bilər? Yəni bu fikir verirsinizsə ilk dərsdən müəllimin rahatçılığı nədən müşahidə olunur? Uşaqlarını tanımaqdan. Deməli müəllim bu uşaqları bu dərsdə tanımayıb da, əvvəldən tanıyıb deyə hər birinə o şəraiti yaratmağı planlaşdırıb. Bundan hardan irəli gələ bilər? Təbii ki, müəllim diaqnostik qiymətləndirmə keçirib şagirdini tanıya bildiyinə görə ən uyğun variant C variantıdır. Doğru fikirləri müəyyən edin. Doğru fikirləri, bir də müəllimlər, biz bəzən elə olur ki, gözləyirik ki, bizə bir cümlə verilsin, o kitabdakı cümlə kimi olsun və biz onu rahatçılıqla tapa bilək. Artıq belə testləri bilirsiniz ki, imtahanda görə bilməyəcəksiniz. Onlar müəllimin metodik səviyyəsini yoxlamaq üçün, səriştəliyini yoxlamaq üçün elə bir situasiyalar verəcəklər ki, bu bayaq 6-cı sualdakı kimi. Görün müəllim bilərmi ki, şagirdini necə tanımaq olar? Bunun üçün ilk addımın nə olduğunu bilirmi? Bax, bu tip suallar verməklə əslində onlar müəllimin sinifdəki fəaliyyətini yoxlayırlar. Ki, müəllim işinə peşəkar yanaşıbsa, kurikulumu bilirsə, metodikanı bilirsə, biləcək ki, bu uşağa necə davranmaq lazımdır və bu uşağı ilk öncə tanımaq lazımdır. O baxımdan əzbərçili cümlələr axtarmayın. Daha çox məntiqi tapşırıqlar düşəcək, situasiyalar düşəcək. Bunda hər il görürsünüz və bu belə də davam edəcək. Getdikcə daha da dərinləşəcək. Doğru fikirləri müəyyən edək. Müəllim sinifdə şagird yönümlü yanaşmadan istifadə edək dərsi qurur. Şagirdlər qrup halında işləyərək nəticələrini təqdim edirlər. Təqdimatlardan sonra müəllim bir qrupun işini nümunə kimi qeyd edir və həmin qrupa daha çox müsbət rəy bildirir.
Digər qruplarda isə narazılıq yaranır. Yəni Türklər demiş ki, halilə narazılıq yaranmalıdır. Şagirdlərdə gərginlik hiss olunur. Verilmiş situasiya bağlı doğru fikirlər müəyyən edin. Müəllimlər, birinci növbədə situasiyada bizdən nəyi soruşur? Diqqətlə ona baxırıq. Nəyi soruşur? Şagird yönümlü yanaşmanı soruşur. Düzdür? Əgər biz şagird yönümlü yanaşmanı tətbiq ediriksə, orada ümumiyyətlə qeyri-sağlam rəqabətə üstünlük verməməlidir müəllim. Bir uşağı digərinə müqayisə eləmək müəllim yönümlü yanaşmadadır. İdi. Artıq biz ondan istifadə edə bilirik. Deməli, biz situasiyada şagird yönümlü yanaşmaya uyğun cavabı seçməliyik ki, doğru fikirlər olsun. Bir də deyir ki, müəllimlər, fikir verin, bir də deyir ki, şagird yönümlü mühitdə rəy balanslı və meyar əsaslı təqdim edilmədikdə, əməkdaşlıq mühiti zəifliyə və qruplar arası münasibətlər destruktiv xarakter daşıya bilər. Düzgündür. Nə deməkdir bu? Yəni, şagird yönümlü mühit balanslı olmalıdır. Yəni, hər kəsə bərabər təlim şərait yaratmaq lazımdır ki, o balansı qoruya bilər. Meyar əsaslı təqdim edilmədikdə, yəni əvvəlcədən meyarlar elan olunmadıqda ki, ay uşaqlar, mən sizi hansı meyarlara əsasən qiymətləndirəcəm. Əməkdaşlıq mühiti zəifləyə bilər. Çünki qruplar şagird yönümlüdürsə, burada əməkdaşlıq da olmalıdır, ünsiyyət də olmalıdır. Bir-birindən işləmə qabiliyyəti meyar kimi təqdim olunmalı. Yəni, şagirdin sosial bacarıqları da yoxlanılmalıdır. Və mən bunu əvvəlcədən elan eləməliyəm. Elan eləməyəndə şagird də bilmir ki, müəllim onu hansı meyar əsasını qiymətləndirəcək və bu zaman nə baş verəcək? Rəqabət, yersiz rəqabət yaranacaq. Və qruplar arası münasibətlər destruktiv. Destruktiv yəni keçmişə yönlənmiş. Yəni ki, effektiv olmayan münasibətə gətirib çıxardacaq. Bu da düzgün fikirdir. Biri götürürük. İndi 2-yə baxırıq. Müəllimə müsbət rəy verməsi təlim prosesinin təbii hissəsidir. Və digər qrupların narazılığı onların öyrənməyə uyğunlaşma bacarığının zəif olmasının göstəricisidir. Müəllimin müsbət rəy verməsi təlim prosesinin təbii hissəsidir. Əslində, müəllim müsbət rəy deyənə konstruktiv rəy verməlidir. Amma müəllimin verdiyi rəy müsbətdirmi? Birinci buna baxırıq. Xeyr. Çünki müəllim müsbət rəy vermir. Müəllim qrupları bir-birindən müqayisəyə, yersiz müqayisəyə, rəqabətə kökləyir. Bu səhvdir. Bu birinci səhv. İkinci də ki, deyir ki, qrupların narazılığı onların öyrənməyə uyğunlaşma bacarığının zəif olması. Deyir ki, müəllim yəni düzgün addım atır. Əgər kim ki ona uyğunlaşmırsa öz bacarığı zəifdir. Bu düzgün yanaşmadımı? Xeyr. Bu tamamilə başdan ayağa səhvdir. İki fikrin ikisi də səhvdir. Yəni ikinci cümlədə olan fikir. Əgər müəllim bir qrupun işini nümunə göstərirsə, digər qrupların inkişaf istiqamətlərində konkret və konstruktiv şəkildə vurğulamalıdır ki, motivasiya balansı qorunsun. Əvvəla, situasiyada bizdən nəyə soruşur? Şagird yönümlü yanaşma. Şagird yönümlü yanaşmadan müəllimin bir qrupun işini nümunə kimi göstərməsi tamamilə yanlış bir yanaşmadır. Bu, şagird yönümlü dərslə uyğunlaşmayan bir yanaşmadır. Ona görə sizə düzgün cümlə kimi görsənə bilər ki, əgər müəllim bir qrupun işini nümunə kimi göstərir, digər qrupa da konkret və konstruktiv vurğulamalıdır ki, motivasiya balansı qorunsun. Ay müəllimlər, axı şagird yönümlü dərsdə biz demişdik ki, rəqabət olmamalıdır. Məsələn, bir uşağı qrupu qoyduq kənara, mən uşağın bir dənəsini çağırıram. Deyirəm ki, uşaqlar vəli kimi olun, vəlidən yoxdur. Bunun üzərində mən digər uşaqlara durub rəydə versəm ki, günahımı yumaq üçün də bir növ. O uşaqlar yenə də fikirlərində nə qalacaq? Müəllim vəlini təriflədi. Nə qədər eləsəm də mən o balansı qoruya bilməyəcəm. Elə yaxşı olar ki, nə vəlini tərifləyim, hər şagirdin özünün bir potensialı var. Onu kimləsə müqayisə eləmək olmaz. Şagirdin özünün əvvəlki və sonraki anla müqayisə elə. Sən əvvəl bura qədər bacardın, indi görsən necə inkişaf eləmişsən, bura kimi bacarmısan, konkret vurğulanmasında mən də ümumi deyirəm. Yəni, o inkişafın dinamikasını şagirdə göstərməklə onu inkişaf elətdirmək olar. Yoxsa başqa uşaqla müqayisə eləyim, bu şagird yönümlü yanaşmada ümumiyyətlə üçüncü fikir düzgün deyil. Cümlə, belə deyək ki, sizə düzgün gələ bilər. Amma ilk öncə siz onu bilməlisiniz ki, müəllim qrup işində bir qrupun işini nümunə kimi göstərə bilməz. Mümkün olası bir şeydir. 3 ona görə də səhv fikirdir. Əminəm ki, siz çoxunuz 1-3 götürmüsünüz müəllimlər. Dəfələrlə vurğulayıram. Bir də deyirəm ki, şagird yönümlü yanaşmada qrupların birini nümunə kimi göstərməyə sağlam psixoloji mühitə zərbədir. Şagird yönümlü yanaşmada müəllimin bir qrupu açıq şəkildə digərlərin üstün tutması şagirdlərin daxili motivasiyasına mənfi təsir göstərə bilər. Bəli. Şagirdin özünə inanma azalır. Daxili motivasiya nədir? Motivasiyanın iki növü var da, xaricdən gələn stimullar, bir də daxili özümüzə aid olan bir motivasiyamız. Əgər müəllim bir uşağı tərifləyəndə istərsəməz
Kim deyir ki, yox, mən belə qıcıq yaramır. İnanın ki, yaranır. Yəni uşağın ona qarşı belə deyək də normal olaraq içində bir rəqabət meydana gəlir, amma bir qırıcılıq, qısqanclıq hissi də olur. Ona görə də müəllim bir uşağı nümunə kimi çəkməməlidir. Hər dəfə də buna müraciət eləməməlidir. Şagird yönümlü yanaşmada açıq şəkildə bunu bir özə verməməlidir. Lap tutaq ki, bir uşağa qarşı nə qədər münasibətimiz müsbət olsa da, o uşaq nə qədər potensialı, oxuyan, fəal uşaq olsa da, biz bunu şagirdlər arasında bildirməməliyik. Hər kəsin zəhmətinə dəyər verməliyik. Ona görə burada ən uyğun cavab 1-4-dür. Baxırıq 8-ci suala müəllimlər. Müəllim müşahidə edir ki, şagirdlərdən biri dərsdə fəal iştirak eləmir. Sinif yoldaşlarıyla ünsiyyətdən yayınır. Bu şagirdin son zamanlar tapşırıqları da yerinə yetirməsindən problem yaradır. Sakit və qapalı davranışları dərsin axıcılığına mane olmasa da, müəllim bu vəziyyətin onun inkişafına mənfi təsir edəcəyini düşünür. Deməli, uşaq demək olar ki, şagird neyinib? Özünə qapanıb, heç kəslə ünsiyyətə girmir, tapşırıqları yerinə yetirmir, qapalı düşüncə tərzindən getməyə doğrudur, dərsin axıcılığına düz. Heç kəsə mane olmur, amma özünə eləyir də belə deyək. Bu vəziyyəti müəllim necə davranmalıdır bu vəziyyətdə? Şagirdlərə ciddi xəbərdarlıq edərək, ciddi xəbərdarlıq inkişaf istiqamətidirmi? Xeyr, heç anın dalını oxumuruq getdi. Sonra problemi deyir ki, məktəb rəhbərinə, psixoloqa yönəltmək, çünki bu vəziyyət sizin səlahiyyətinizdən kənardır. Niyə səlahiyyətimdən kənar olsun ki? Bu məktəb sinifimin uşağıdır, şagirdimdir. Xırda bir, görürəm ki, əslində xırda deyil, amma ki, sinifə aid olan bir problemdir də. Mən gedib onu, o dəqiqə məktəb rəhbərini niyə bildirim ki? Mən özüm onu bacarmayan sonra, mən o məktəb sinifi niyə idarə eləyəm? Deyim ki, mən o sinifin idarə etçisiyəm. Neynəməliyəm? İlk öncə özüm. Əgər böyük bir problem varsa, bir araşdırım öyrənəm, böyük bir problem varsa, şagirdim bəlkə bullyinqə məruz qalıbdır, bəlkə ailə daxili münaqişəyə məruz qalıbdır. Görüm nədir də səbəb. Ondan sonra mən gedim psixoloqa müraciət edim. Birinci addım bu deyil, müəllimlər. Bizdən birinci addımı soruşur. Şagirdin əlavə dərslərə cəlb etmək və nailiyyətini inkişaf etdirmək üçün ona fərdi fəaliyyət planı hazırlamaq. Deməli, burada müəllimlər fikir verirsinizsə, əlavə dərslərə niyə cəlb eləyir? Uşaq heç bu dərsi oxuyub, hələ ki, marağın bu dərsi verə bilmir. Əvvəlcə bu dərsə marağını artırım, sonradan əlavə dərslər verim də. Yəni, yükün üstünə niyə yük əlavə edeyim ki? Bu düzgün yanaşma deyil. Sinifdə iştirakını artırmaq üçün əlavə ev tapşırıqları vermək, məsuliyyət hissini artırmaq. Müəllimlər, burada uşağın məsuliyyətsizliyi, məsuliyyətli getmir. Uşağın psixoloji durumunu düzəltmək lazımdır. Əgər uşağın psixoloji durumu yoxdursa, insanın psixoloji durumu yoxdursa, bunu dəfələrlə demişəm. Bu insanı məcbur şəkildə nəyisə oxumağa mümkün deyil. Özümüzdən götürək də, keyfimiz pis olanda, əhvalımız pis olanda, hansısa dərs açıb oxuya bilirik, xeyr. Neyinirik? İlk öncə özümüzü motivasiya edirik, biz özümüzü sakitləşdiririk, emosional durumumuzu düzəldirik. Ondan sonra hansısa dərsə maraq. Mənim keyfim yoxdur, mən gəlim oturum hansısa dərs oxuyum. Bu mümkün olamaz. İnanın ki, burada inkişaf olmayacaqdır. Ona görə də A-da, sonra B-də, sonra C-də, Y-də səhv cavabdır. D niyə düz cavabdır? Şagirdlə söhbət apararaq davranışların səbəblərini anlamağa çalışmaq, dəstəyə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək. İnanın ki, siz şagirdə gəlib desəz ki, mən sənin yanındayam, nəsə bir problemin varmı? Gəl bir yerdə həll edək, çətinliyini yoluna qoymağa çalışaq, mənə danış. Bunu eləsəniz, onun psixoloji durumunu düzəltsəniz, ondan sonra o öz qaydasına düşəcək. Əsas şagirdin bu vəziyyətini, ilkin olaraq bu vəziyyətini düzəlib, sonradan dərsə əlavə məşğələlərə keçmək olar. Ona görə cavab D variantı idi. 9-cu suala baxırıq. Şagirdin keçdiyi nəticələri gözlənilmədən aşağı olur. Valideyn səbəbləri öyrənmək üçün müəllimlə əlaqə saxlayır. Müəllim valideynə bildirir ki, mövzuları tam mənimsəməyib, testlərə diqqətsizlik edir və əlavə məşğələlər planlaşdıracağam ki, bunu aradan qaldırım. Və şagirdə mərhələli şəkildə dəstək olacam. Bu zaman ən düzgün yanaşma hansısa onu seçirik. Müəllimin qiymətləndirmə nəticəsinə əsas götürərək məsuliyyəti əsasən şagirdin fərdi səylərin üzərinə qoyur və nəticələrin yaxşılaşması onun daha çox çalışmasını əlaqələndirir. Əslində burada şagirdin keçdiyi nəticələrin aşağı olması və valideyn də bununla bağlı müəllimlə əlaqə saxlaması, müəllim-valideyn əməkdaşlığı var burada. Amma məsələ odur ki, deməli, A-da deyir ki, amma ən düzgün yanaşma.
Biri var düzgün yanaşma müəllimlər, biri var ən düzgün yanaşma. Bizə ən düzgün yanaşma lazımdır, bilirsiniz. Müəllim qiymətləndirmə nəticəsini əsas götürərək, əslində müəllim tək qiymətləndirmə nəticəsini əsas götürməməlidir. Bir araşdırmalıdır ki, görüm şagird niyə mövzuları tam mənimsəməyib, niyə burada bu vəziyyət gəlib çıxıbdır. Yəni bu sonda bu nəticəni valideyn müəllimə bildirməlidir. Eyni zamanda müəllim də onu nəzarətdə saxlamalıdır, müşahidə eləməlidir. Yəni gözləməməli ki, valideyn bunu bilsin və gəlsin müəllimlə əlaqə saxlasın. Müəllim valideyn əməkdaşlığı var burada, amma ideal bir əməkdaşlıq yoxdur da. Yəni necə deyim? Çünki əgər doğrudan da yüksək şəkildə əməkdaşlıq olsaydı, o zaman valideyn müəllimlə mütəmadi əlaqə saxlayardı və yaxud da müəllim valideynlə mütəmadi əlaqə saxlayardı. O zaman bu problem bura kimi gəlib çıxmazdı. Ona görə də A variantı düzgün deyil. B-də deyir ki, müəllim nəticələri yalnız summativ göstərici kimi qəbul edir və əlavə məşğələlərlə mövcud proqramın daha intensiv şəkildə təkrarını təşkil etməyi planlaşdırır. Deməli, nə deməkdir bu? Üzr istəyirəm. Bir dəqiqə. Burada əslində yanaşma düzgündür. Nə mənada düzgündür? Yəni müəllim doğrudan da nəticələri əsas götürür. Amma səbəb olaraq, yəni belə deyək də, problemi həll olaraq bu cür yanaşmaq düzgün deyil. Müəllim neynəməlidir? Müəllim summativ nəticələrini yox, şagirdin istiqamətini əsas götürməlidir. Və bu problemi aradan qaldırmaq tək əlavə məşğələlərlə olmayacaq müəllimlər. Şagirdin belə deyək, dərsdə fəaliyyəti zəifdirsə, onu əlavə məşğələlər keçməklə istədiyimiz nəticəyə çatıra bilməliyik. Belə deyək, şagird belə deyim də sizə, müəllim məsələn şagird zəif şagirdi götürür ki, mən əlavə məşğələ keçməklə onu çox güclü səviyyəyə gətirib çıxardaca biləcəm. Amma çıxarda bilir kimi xeyr. Çünki şagirdin dərsdə fəallığı da olmalıdır. Dərsdə də bir bazası olmalıdır ki, biz o baza üzərindən onu inkişaf elətdirək. Yalnız elə valideynlər düşünür ki, aparıb məşğələyə qoyacam şagirdi, ən zəif şagird gəlib ən güclü potensialı şagird olacaq, belə bir şey yoxdur. Şagird öz potensialını zaten dərsdə göstərə bilir. Hətta elə uşaqlar var ki, məsələn, hazırlaşmadan ali məktəblərə qəbul olurlar. Səbəbi nədir? Çünki dərsdə onun çalışmasıdır. Çalışmırsa dərsdə valideynlər məşğələdən ondan yüksək nəticə gözləməkləri mənə gəlir ki, səhv bir düşüncədir. Ona görə də burada yalnız summativə görə nəticələri hesablamaq düzgün deyil. D-də deyir ki, müəllim aşağı nəticəni diqqətsizliklə izah edir və əsas yolu həll yolu kimi nəzarətin gücləndirilməsi. Diqqətsizlik, belə eləyək, məsləhət xarakterli, əmr xarakterli, cəza xarakterli, bu cür yanaşmalar düzgün deyil. Müəllim, belə deyək də, qəzəblə, nifrətlə, hər şey kimisə üstünə atmaqla, uşağın diqqətsizliyini əsas gətirməklə, valideynin məsuliyyətsizliyini əsas gətirməklə məsələni həll eləyə bilməz. Çünki bu məsələ birbaşa dərsdən başlayıb, davam eləməyə başlayıb. Şagird summativdə niyə aşağı olub? Deməli, o mövzuları tam mənimsəmədiyi üçün nəticə göstərə bilməyibdir. Deməli, bu bir növ hardan qaynaqlanır? Dərsin içindən qaynaqlanır. Müəllim bunu da aşkara çıxartmalıdır. Müəllim də valideyn əməkdaşlığa səy göstərməlidir. Ona görə D variantı düzgün deyil. Müəllim valideyn əməkdaşlıq quraraq şagirdin nəticələrini ümumi sinif müəllimlər, bax şagirdin hətta KSG nəticələrini belə metodikada icazə yoxdur ki, bütün siniflə müzakirə eləyəsən. Çünki bu şagird istəmir ki, digər şagird onun nəticəsini bilsin, sıxıla bilər, utana bilər, sıxıntı yaşaya bilər. Ona görə də yaxşı olar ki, şagirdin zəif nəticələrini özü ilə birbaşa danışaraq bu məsələni həll etməyə çalışaq. Ona görə də burada C variantı daha düzgün addım olardı. Müəllim nəticələri dəyərləndirir, çətinliklərin səbəbini müəyyənləşdirir və şagirdi fərdi ehtiyaclarına uyğun dəstək mexanizmlə inkişaf etdirməyi hədəfləyir. Yəni bunu müəllim aşkara çıxardır. Gözləmir ki, valideyn zəng eləsin ki, niyə KSG-dən mən övladım aşağı nəticə toplayıb. Diqqətində müəllim diqqətində saxlama. Ən düzgün yanaşma bu olardı. Yoxsa cəza vereyim, valideyni danlayım, sinifin idarə olunması üçün başqasından kömək gözləyim, əlavə məşğələlər keçim ki, bu problem aradan qalacaq, belə bir şey yoxdur. 10-cu sual. Aşağıda müəllimin dərsi planlaşdırmasına bağlı yanaşmalar təqdim olunur. Hansı yanaşmalar müəllimin dərsi planlaşdırma bacarığının kifayət qədər formalaşmadığını göstərir? Deməli, səhv fikir tapmalıyıq ki, görək hansı planlaşdırma. Müəllim dərsi planlaşdırarkən şagirdlərin əvvəlki biliklərini stimullaşdırmağa diqqətdə saxlayır
Fəaliyyətlər zamanı bunu nəzərə alaraq bu düzgün. Yəni əvvəlki dərslə əlaqələndirmə mütləq şəkildə müəllimin hətta skaffoldinqli bacarığının göstəricisidir. Müəllim dərs üçün qiymətləndirmə meyarını əvvəlcə müəyyən edir. Tapşırıqları həmin meyarlarla əlaqələndirir, düzgündür. Mən demişəm həmişə, bunu siz də bilirsiniz. Müəllim sinifə girəndə 6 standartdan çıxan nəticəni və meyarı müəllimlərə, üzr şagirdlərə bildirməlidir. Müəllim dərs planında əsas fəaliyyətlə yanaşı alternativ tapşırıqlar da nəzərdə tutur ki, vaxt və ehtiyaca görə seçim edə bilsin. Yəni elə uşaqlar var ki, tez bir zamanda tapşırığı bitirə bilərlər və alternativ tapşırıqlar olmalıdır ki, həm onların marağına cavab versin, həm də dərsdə nizam-intizam yaransın, artıq xaosa ehtiyac olmasın. Müəllim dərsi planlaşdırarkən əvvəlki dərslərin gedişini təhlil edir, yeni dərsdəki məqsəd və fəaliyyətləri qiymətləndirməni bu təhlillər əsasında formalaşdırır. Təbii ki, müəllim refleks edib planlaşdırmasına çevik dəyişiklik eləməli, düzdür. Məsələn, niyə A səhvdir müəllimlər? Niyə A səhvdir? Müəllim məqsəd və fəaliyyətləri əvvəlcə müəyyənləşdirdiyinə görə dərsdə gözlənilməz çətinliklərlə uyğun planında dəyişiklik etməyə ehtiyac duymur. Əgər problem varsa, çətinlik olursa dərs əsnasında, məsələn, nə çətinlik ola bilər? Baxaram ki, şagird mövzunu tam şəkildə anlamayıb. Mən ona görə də, məsələn, tutaq ki, motivasiyanı keçmişəm, tədqiqatın aparılması mərhələsində, dərsin gedişindəyəm, amma baxıram ki, o deyil də, yəni uşaqlar tam olaraq mənimsəməyib. Mən qalib təzədən motivasiya qurmalı deyiləm. Mən bundan sonraki gedişi tənzimləməliyəm. Gedişin o problemi aradan qaldırmağa çalışmalıyam ki, heç olmasa bundan o tərəfə ki, səmərəli alınsın dərsin gedişi. Əvvəla bunun baş verməməsi üçün əvvəlcədən bunu yoxlamalıydım. Əgər ki, bu problem varsa və bu problemi tez özümü itirmədən çevik şəkildə planlaşdırmamda dəyişiklik eləyə bilməliyəm. Sabit plan uğura aparmayan bir plandır. Çevik, hətta kurikulumun prinsipi də var da, çeviklik, sonra aktuallıq, praktiklik, bunları nəzərə almaq lazımdır. Mən elə necə planlaşdırmışam, elə gedim. Sonda nə olacaq məni maraqlandırmır, ancaq nəticəyə əsaslanım. Şagirdin öyrənməsi mənim marağımda olmasın, belə bir fikir düzgün deyil. Sabit plan düzgün deyil müəllimlər. Bu qədər müəllimlər. İkinci hissəni də yerləşdirəcəm. Mütləq bunun izahına qulaq asın, amma birinci test edin ondan sonra. Təşəkkür edirəm ki, dinlədiniz. Çox sağ olun.